Cənubi Azərbaycan folkloru hər şeydən əvvəl Ümumi Azərbaycan folklorunun tərkib hissəsidir. Ulu Türkün göz açdığı, ayaq basdığı, mübarizə apardığı, mücadilə verdiyi, tarixi ərazilərdə yaranan bir mədəniyyət hadisəsidir. Statistik göstəricilərdə 30 milyon, qeyri-statistik göstəricilərdə isə 50 milyonluq bir xalqın folklor irsidir, mədəniyyətidir. Azərbaycan folklorunun ən qədim və zəngin bir tərkib hissəsidir. Bugün Güney Azərbaycan və Cənubi Azərbaycan folklorunun öyrənilməsi bizə Urmiyanın, Xoyun, Ərdəbilin, Təbrizin, Zəncanın folklor irsinin öyrənilməsində böyük və zəngin bir qapıları açmaqdadır. Təkcə bir faktı demək yetər ki, dünya tarixində Təbriz özü paytaxt şəhəri olaraq ən qədim şəhərlərdən sayılır və o şərqin böyük mədəniyyət beşiyi olaraq seçilir. Biz sadəcə bir şəhərin adını çəkdik. Təsəvvür edin ki, Azərbaycanın mədəniyyətində, tarixində böyük rol oynayan, adlarını sadaladığım bu şəhərlər və bu ərazilərdə yaşayan Azərbaycanlıların topladıqları, yazdıqları, bizə irs olaraq qoyub getdikləri böyük bir folklor mədəniyyətindən söhbət gedir. Burada ən mühüm tərəf, ikinci bir tərəf ondan ibarətdir ki, burada Ümumi Azərbaycan folklorunun iki müxtəlif məkanda sosial, siyasi, iqtisadi baxımından fərqli olan ərazilərdə onun inkişaf xüsusiyyətlərindən söhbət gedir, onların müqayisəsindən söhbət gedir. Bu baxımdan bugün Cənubi Azərbaycan folklorunun öyrənilməsi, araşdırılması, tədqiqi həm bugünkü günümüz üçün, həm də gələcək tədqiqatlarımız üçün vacib olan məsələlərdən biridir. Güney Azərbaycan, Cənubi Azərbaycan folklorunun sadəcə mərasim folklorunu öyrənmək xalqın mədəniyyətinin, ən qədim mədəniyyətinin üzə çıxarılmasında çox mühüm mənbədir. Burada sadəcə mifoloji obrazlar danışmır, burada sadəcə rituallar danışmır. Burada inanclarımız, burada sınamalarımız, burada musiqi mədəniyyətimiz, nəğmə mədəniyyətimiz, burada süfrə mədəniyyətimiz, yəni bunlar hamısı toplu şəkilində Azərbaycan mədəniyyətini bir araya gətirir. Bu baxımdan Cənubi Azərbaycan folklorunun öyrənilməsi, araşdırılması, təbii ki, toplanılmasında müəyyən çətinliklərimiz var, amma bunlar bu çətinliklərə, bu xalqın malı üçün, dövləti üçün, mənəvi varlığı üçün, mənəvi irsi üçün dəyər. Cənubi Azərbaycan folkloru şöbəsi olaraq biz Güney Azərbaycan folkloru adı altında 18 kitabımızı nəşr etdirmişik və əlavə olaraq Qaşqar folklor örnəkləri kitabını çap etdirmişik. Nəzərinizə çatdıraq ki, Güney Azərbaycan, Cənubi Azərbaycan folkloru örnəklərindən 6 cildimiz ayrıca olaraq aşıq yaradıcılığına, dastan yaradıcılığına həsr olunubdur. Böyük Türk mədəniyyətinin, ümumiyyətlə şifahi irsi içərisində aşıq ədəbiyyatının zəngin tarixi təcrübələri var ki, bunların da ilk qaynaqları yenə də təkrar ediləm Cənubi Azərbaycanla bağlıdır. Koroğlu dastanı, Əsli Kərəm dastanı, Qurbani dastanının ən qədim versiyaları, variantlarını məhz biz Cənubi Azərbaycan folklor mühitində bir araya gətirmişik. Bugün Cənubi Azərbaycan folklorunun mədəniyyətinin öyrənilməsi sadəcə xalqın hər hansı bir dövrdə yaşatdığı, yaratdığı nümunələrin öyrənilməsi demək deyildir. Bu, xalqın keçmişinin, onun milli xarakterinin, stereotiplərinin, xalqın düşüncəsinin, yaddaşının yenidən bir layihəyə gətirilməsi deməkdir. Bəli, biz bugün Quzey Azərbaycan folklorunun yetərincə materiallarını toplamışıq və çap etdirmişik. Amma bugün Güney Azərbaycanın, Cənubi Azərbaycandan toplanan folklor materialları bizə yetərincə müqayisələrin aparılmasına əsas verir. Bəli, xalq öz gücünü, enerjisini, düşüncəsini, keçmişini, özünün yaddaşını bu kitablara köçürübdür. Bizim indi hazırladığımız kitablar üzərinə köçürübdür. Bir məsələni nəzərdə çatdırmaq lazımdır ki, xalq həmişə mübarizə və mücadilə aparıbdır. Amma bəzən bu siyasi meydandan çəkilmək lazım gələndə, tarixi şəraitə görə çəkilmək lazım gələndə insanlar öz enerjilərini, potensiyalarını məhz bu folklora veriblər. Bu baxımdan bu folklor ədəbiyyatı sadəcə oxunub keçilinəcək, sadəcə bir nənənin, babanın dilindən söylənəcək folklor materialı deyil, sadəcə material deyil. Bu həm keçmişdir, həm tarixdir, həm mücadilədir, həm xalqın ruhudur. Əgər nəzərə alsaq ki, bugün Təbriz deyilən bir yaramız var və bu Təbriz yarası indiyə qədər həm yazılı ədəbiyyatımızda, həm şifahi ədəbiyyatımızda bir simvola çevrilibdir. Deməli, bu nə qədər bu simvolumuz var, nə qədər bu yaramız var, biz bu folklor mədəniyyətini öyrənməyə məcburuq. Bu bizim bugünkü nəsil olaraq bir vəzifəmizdir. Gələcək nəsillərə Azərbaycanın xəritəsini
tanıtmaq üçün, Ümumi Azərbaycan folklorunu tanıtmaq üçün vacib olan tərəflərdən biridir. Çox maraqlıdır ki, Cənubi Azərbaycandan olan bizim soydaşlarımızla görüşərkən onların daha çox belə qəhrlənmələrini görürük, daha çox fikirlərini, hisslərini bayatlarda ifadə etməyini görürük. Bilirsiniz bu nə deməkdir? Bu həm də o insanların illərlə içərilərində saxladıkları o duyğulardır, o hisslərdir, o həsrətdir. Hər dəfə rastlaşdığımız insanlardan mən çox dəfələrlə belə bir bayatını eşitmişəm ki, çatılıb qaşın Təbriz, dağların daşın Təbriz, qardaş dərdi çəkməkdən ağardı başın Təbriz. Yəni bunun bir həzinliyi, bir melodiyası, bir itkisi var. Yəni hər dəfə biz bu cənublu soydaşlarımızla görüşəndə bu hissləri görürük və bu hisslərin arxasında onların illərlə yığılıb qalan, bu xalqa, mədəniyyətə bəxş etmək istədikləri, gələcək nəsillərə göstərmək istədikləri folklor nümunələrini ortaya qoyurlar və biz onları görürük. Bu baxımdan bugün Cənubi Azərbaycan folklorunun Ümumi Azərbaycan kontekstində öyrənilməsi, təkrar edirəm, həm bizim keçmişimizin öyrənilməsi, milli yaddaşımızın yenidən qayıdışı kimi, həm də gələcək nəsillərə olan töhfəmiz kimi çox vacib məsələlərdən biridir.